Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kim 2 sərinlik namazını qılarsa cənnətə girər. Və sonra İmam Nəvəvi açıqlayır ki, Əl-Burdani əs-subhu vəl-asr. Yəni 2 sərinlik namazı nədir? Sübh və əsr namazları. Niyə görə bu 2 namazlar sərinlik namazı deyir? Birincisi, sübh namazı sərin vaxtı olur. Səhərin vaxtı olur. Həmçinin əsr namazı da günəş istisi keçəndən sonra artıq axşama yaxın sərin vaxtı olur. Ona görə də bu namazlar belə adlanır. Yaxşı, nə üçün bu 2 namaz qeyd olunub? Alimlər qeyd edirlər ki, çünki sübh namazı elə bir vaxtdadır ki, o namaza durmaq çətindir. Yəni bu 2 namazı belə deyək, vaxtında yerinə yetirmək çətindir. Sübh namazı nə üçün çətindir? İnsan yatır yuxunun ən şirin yerində durmalı olursan, bu çətindir insana. Yaxşı, əsr namaza deyirlər ki, işin ən qızğın vaxtında olur. Yəni günün ən qızğın vaxtında. İnsan günün başlayıb işinə və əsr vaxtı gəlib çatıb, işin ən qızmar vaxtıdır. Əgər belə bir vaxtlarda insan öz nəfsini, yəni sübh namazında nəfsinə qalib gələrsə və əsr namazında da işlərini kənara qoyarsa, bu namazları yerinə yetirərsə, demək ki, digər namazları yerinə yetirməyə bu insan nədir? Çox rahatdır onun üçün. Ona görə də məhz bu 2 namaz qeyd olunub.